Allah qadınla kişinin vəzifələrini o qədər də çox fərqləndirməyib. Allah nələri kişiyə əmr edibsə, qadına da əmr edib. Nəyi kişiyə nəhy edibsə, onu qadına da nəhy edib. Amma bəzi xüsusiyyətlər var xanımlarda ki, o kişilərdən xüsusiyyətlər fərqlənir. Məsələn, qadınlıq xüsusiyyətinə görə bəzi şeylər qadınlar üçün fəzilətdir, kişilər üçün fəzilət deyil, rəzalətdir. Qadınlar üçün Allah onda xeyr qərar verib, kişilər üçün şər qərar verib. Həzrət Əli əleyhissalamın sözü ilə bunu deyək. Həzrət Əli əleyhissalam buyurur ki, bəzi şeylər qadınlar üçün xeyirdir, sayır. Deyir, qürur deyilən bir şey. Bu qürur qadın üçün xeyirdir, fəzilətdir, təkəbbürlü olmaq xeyirdir. İzahını da verir niyə? Çünki qadın deyir, qürurlu olanda özünü naməhrəmlərdən nə edə bilər? Qoruya bilər. Bu gözəl bir şeydir. Qadının evində deyil, məhrəminə qarşı deyil, naməhrəmə qarşı qürur eləməsini Allah da, İslam da, dində, cəmiyyətdə bəyənir. Bu cürlə qadın əl çatmaz bir qadın olur. Tez ovlanan qadın olmaz. Qürurlu qadın tez ovlanmaz. Tez təliyə düşməz. Allah bəyənir bu qadını. Amma kişi üçün qüruru bəyənmir, təkəbbürü bəyənmir. Fərqləndi, bəli.